Cümə günüdür. Allah bu ayı bizə mübarək qərar versin. Allah hamımızı ağla gələn, gəlməyən bəlalardan hifz eləsin inşallah. İlahi, əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma. Bu ay ərzində elədiyimiz ibadətləri, itayətləri, kiçik, nalayiq, naqabil əməlləri öz böyüklüyü və öz adıva, özvə layiq şəkildə bizdən qəbul elə. Bu orucluğu bizə axırıncı orucluq qərar vermə. Sənə and verirəm Ramazan ayının ehtiramına, bəşəriyyətin bütün çətinliklərini, müşküllərini öz qüdrətli əlindən həll elə. Bütün xəstəlikdən əziyyət çəkən, yolxan insanlara tezliklə şifaya acil mərhəmət elə. Ailəmizdən, övladlarımızdan haqq düşməni, Peyğəmbər, Əhl-i-Beyt düşməni qərar vermə. Ziyarətgahların, müqəddəs yerlərin ziyarətinin çox gec olmadan elə yaxın zamanda bütün arzusunda olanlara bizim hamımıza qismət elə. Cümə günüdür. Allah bu ayı bizə mübarək qərar versin. Allah hamımızı ağla gələn, gəlməyən bəlalardan hifz eləsin inşallah. İlahi, əllərimizi naumid qaytarma, amin deyən dilləri lal öldürmə, bağışlamamış bizi bu dünyadan aparma. Bu ay ərzində elədiyimiz ibadətləri, itayətləri, kiçik, nalayiq, naqabil əməlləri öz böyüklüyü və öz adıva, özvə layiq şəkildə bizdən qəbul elə. Bu orucluğu bizə axırıncı orucluq qərar vermə. Sənə and verirəm Ramazan ayının ehtiramına, bəşəriyyətin bütün çətinliklərini, müşküllərini öz qüdrətli əlindən həll elə. Bütün xəstəlikdən əziyyət çəkən, yolxan insanlara tezliklə şifaya acil mərhəmət elə. Ailəmizdən, övladlarımızdan haqq düşməni, Peyğəmbər, Əhl-i-Beyt düşməni qərar vermə. Ziyarətgahların, müqəddəs yerlərin ziyarətinin çox gec olmadan elə yaxın zamanda bütün arzusunda olanlara bizim hamımıza qismət elə.